Min illər öncə Asiyanın geniş çöllərində köçəri türk tayfaları sərt iqlim və düşmən torpaqlarına qarşı dözüm və cəsarətlə yaşayırdılar. Onların gücü həm qılıncda, həm birlikdə idi. Oğuz tayfaları birləşərək öz aralarında nizam yaratdılar. Bu birlik gələcəkdə türk dünyasının taleyini dəyişəcəkdi. Səlcuq bəy, Oğuzların Kınık boyundan çıxmış bir lider idi. O, ədalət və ağıl ilə xalqını bir araya gətirdi. Səlcuq bəyin rəhbərliyi altında ilk tayfa birliyi dövlət quruluşuna çevrildi. Yeni bir dövr başlayırdı. Səlcuqlar dövrü. Səlcuqlar İslamı qəbul edərək həm dini, həm də siyasi baxımdan bir güc mərkəzinə çevrildilər. Onların inamı və məqsədi eyni idi. Haqqı yaymaq. Səlcuqların gözü qərbə dikilmişdi. Onları yeni torpaqlar, yeni fürsətlər və yeni mübarizələr gözləyirdi. Köç başladı. Qadınlar, uşaqlar, döyüşçülər, hamı birlikdə qərbə doğru hərəkət etdi. Bu sadəcə köç deyildi, tarix idi. Yol asan deyildi. Qan töküldü, itkilər verildi. Amma bu xalq üçün fədakarlıq həyatın bir parçası idi. Sərt dağ keçidləri, acınacaqlı soyuqlar. Lakin Səlcuqların iradəsi sarsılmaz idi. Onlar təslim olmağı bilmirdilər. Hər bir döyüşçü bilirdi. Bu yolda ya qələbə, ya da şərəfli ölüm vardı. Uzun illərin ardından onlar münbit torpaqlara çatdılar. Bu torpaqlar gələcəyin böyük dövlətinin beşiyi olacaqdı. Xorasan, Rey, Nişapur. Səlcuqlar addım-addım qərbə doğru irəliləyir, öz izlərini tarixə həkk edirdilər. Hər addımda yeni dostlar, yeni düşmənlər yaranırdı. Diplomatiya və qılınc bir yerdə işləməli idi. Bu dövrdə gənc Alparslan böyüyürdü. Gələcəyin fatihi, Türkün şöhrətini zirvəyə qaldıracaq sərkərdə. Uzun və çətin yolun sonunda Səlcuqlar yeni torpaqlarda məskunlaşdılar. Lakin bu yalnız başlanğıc idi. Səlcuqların dövlətini qurmaq üçün iradə və birləşmiş xalq lazım idi. Tuğrul bəy bu iradəni təmsil edirdi. 1040-cı illərdə Tuğrul bəy Rey şəhərində taxta çıxdı. Salcuq imperiyasının rəsmi doğumu bu anla başladı. Dəndənəqan döyüşündə Salcuqlar Qəznəvləri məğlub etdilər. Bu qələbə türklərin qərbə yolunu tam açdı. Xorasan artıq Salcuqların idi. Onlar bu torpaqlara nizam, qanun və ədalət gətirdilər. Tuğrul bəy Abbasilərlə ittifaq quraraq öz hakimiyyətini dini legitimliklə möhkəmləndirdi. Artıq o, İslam dünyasının qoruyucusu idi. Tuğrul, Çağrı və Alparslan. Bu üç şəxsiyyət Salcuqların dayağı idi. Onlar həm ailə, həm də dövlətin sütunu idilər. Qələbələrdən sonra yürüşlər davam etdi. Ordu Qafqaz dağlarına doğru irəliləyirdi. Yeni hədəf Azərbaycan idi. Bu torpaqlar qədim, lakin canlı idi. Albaniya irsinin, yerli tayfaların və türk ruhunun birləşəcəyi məkana çevriləcəkdi. Salcuqlar təkcə döyüşçü deyildilər. Onlar sənətkarlığı, əməksevərliyi və nizamı da gətirdilər. Qafqaz torpaqlarında ilk toqquşmalar baş verdi. Yerli feodallar Salcuqların gücünü görüb, ya müqavimət göstərdi, ya da birləşdi. Salcuq ordusu iki istiqamətdən, Şəki və Gəncə yolundan irəlilədi. Bu yürüş Azərbaycan tarixində dönüş nöqtəsi idi. Gəncə şəhərində Salcuqlar həm ehtiyat, həm hörmətlə qarşılandı. Yerli əhali yeni qüvvənin gələcəyini duyurdu. Oğuz türkləri, yerli Alban, İran və digər xalqlarla qarışaraq yeni bir etnik mədəni sintez yaratmağa başladılar. Oğuz dili, adətləri və mədəniyyəti bu torpaqlarda köç saldı. Azərbaycan kimliyinin ilk rüşeymləri bu dövrdə formalaşdı.
Səlcuqların gəlişi ilə Azərbaycan torpaqları nizam və sabitlik qazandı. Qılınc və ədalət bir aradaydı. Səlcuqlar üçün bu torpaqlar artıq müvəqqəti dayanacaq deyildi. Onlar yeni yurdlarını tapmışdılar. Bu yurd Azərbaycan idi. Oğuzlar öz inancını bu torpaqlara gətirdi. Lakin yerli inanclarla ziddiyyət yox, ahəng yaratdılar. Köhnə ilə yeni birləşdi. Dillər qarışdı, lakin türk dili üstün gəldi. Yeni mahnılar, yeni nağıllar yaranmağa başladı. Azərbaycan dilinin səsi ilk dəfə eşidilirdi. Türk naxışları Qafqaz sənətinə qarışdı. Hər xalça, hər qab bu torpaqların ruhunu daşıyırdı. Yerli xalqlar və türk nəsilləri bir-birinə qarışdı. Bu qarışırdan doğan uşaqlar artıq yeni bir xalqın övladları idi. Türkcə həm xalq dili, həm dövlət dili kimi yayılmağa başladı. İnsanlar öz ana dilində danışmağın qürurunu hiss etdilər. Oğuz qadınları cəsarətli, ağıllı və mərhəmətli idilər. Onlar ailənin və mədəniyyətin qoruyucusu oldular. Səlcuqlar dövründə dinlər bir-birinə qarşı deyil, yanaşı yaşayırdı. Hər kəs öz inancını qoruyurdu. Azərbaycan şəhərləri böyüdü, qalalar ucaldı. Ticarət yolları yenidən canlandı. Şərq ilə qərb arasında körpü yarandı. Səlcuqlar ədalət sistemini bərqərar etdilər. Hər kəs qanun qarşısında bərabər idi. Bu, türk idarəçiliyinin əsas prinsipi idi. Tarixi mənbələrdə Azərbaycan adı yenidən canlanırdı. Bu ad artıq bir bölgəni deyil, bir xalqı təmsil edirdi. Yeni dövrdə elm və ədəbiyyat çiçəklənirdi. Qopuzun səsi həm keçmişi, həm gələcəyi danışırdı. Hər bir səsdə türkün xatirəsi, Azərbaycanlının ruhu vardı. Sülh bərqərar idi, lakin tarix dayanmadı. Hər sülh yeni bir döyüşün kölgəsini daşıyırdı. Beləcə, Oğuz türklərinin qanı, Qafqazın ruhu və bu torpağın nəfəsi birləşdi. Yeni xalq doğuldu. Azərbaycan xalqı. Səlcuq dövləti artıq bir tayfa dövləti deyildi. Onun sərhədləri Xorasandan Aralıq dənizinə qədər uzanırdı. Alparslan mərd, ədalətli və uzaq görən sərkərdə idi. Onun adı ədalət və güc rəmzinə çevrildi. 1071-ci ildə Malazgirddə qazandığı qələbə türklərin tarixini dəyişdi. Anadolu qapıları türklərə açıldı. Alparslan qələbədən sonra düşmənə mərhəmət göstərdi. Bu, türkün böyüklüyü idi. Qılıncda da, qəlbdə də ədalət. Məlikşah dövründə Səlcuqlar dövlət idarəçiliyində və elmdə zirvəyə çatdılar. Onun dövrü mədəni intibah dövrü idi. Məlikşahın göstərişi ilə Azərbaycanda inzibati bölgülər yaradıldı, şəhərlər inkişaf etdi. Hər küncdə türk idarəçiliyi hiss olunurdu. Bu illərdə Gəncədə bir gənc yetişirdi, Nizami Gəncəvi. O, türkün ruhunu və şərqin müdrikliyini poeziyaya çevirdi. Vəzir Nizamülmülk siyasətnaməsində dövlət idarəçiliyinin əsaslarını yazdı. Onun fikirləri yüzillərlə yaşadı. Azərbaycan Səlcuq dövləti üçün strateji mərkəzə çevrilmişdi. Buradan şərq və qərb ticarət yolları keçirdi. Böyük məktəblər və mədrəsələr açıldı. Elm adamları bu torpaqlarda bilik axtarır, dünyanı dərk etməyə çalışırdılar. Səlcuq ordusu dəmir intizam və sarsılmaz ruhla tanınırdı. Hər döyüşçü həm əskər, həm də inanc sahibi idi. Azərbaycan Səlcuqları Qafqazın təhlükəsizliyini təmin edirdilər. Bu dövrdə Azərbaycan tarixində nadir sabitlik hökm sürdü. İnsanlar
əminamanlıq içində yaşayır, mədəniyyət çiçəklənirdi. Bu torpaqlarda ucalan qüllələr, saraylar və karvansaraylar əsrlər sonra belə Türkün zövqünü xatırladacaqdı. Səlcuqlar bu torpaqlarda sadəcə hakimiyyət deyil, bir irs qoydular. O irs əsrlərlə yaşayacaq. Gələcək nəsillərin kimliyini müəyyən edəcəkdi.